Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri çox asan hazırlanan və çox ləzzətli bir şirniyyat resepti ilə qarşınızdayım. Bunun üçün bir qabın içərisinə 100 qram yumuşaq kərə yağı, 1 ədəd yumurtanın sarısı, 100 qram xama və 1 çimdik duz əlavə edib hamısını bir kütlə halına gələnə qədər qarışdırırıq. Sonda da 220 qram un və yarım çay qaşığı qabartma tozunu da əlavə edib yumuşaq ələ yapışmayan bir xəmir yoğururuq. Xəmirimizi 2 bərabər hissəyə bölüb kündələr edirik və yarım saat soyuducuda saxlayırıq. Yarım saatdan sonra hər kündəmizi çox nazik olmadan yumru formada yayırıq. Xəmirimizi videoda gördüyünüz qaydada kəsirik və içlikdən əlavə edirik. Mən içlik olaraq bişmiş qatılaşdırılmış süddən istifadə etdim. Siz istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Xəmirin kənarlarını yaxşıca birləşdiririk və rulet formasında bükürük. Şəkər tozuna bulayıb 180 dərəcəli sobada 20-25 dəqiqə ərzində bişiririk. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.